Biz yine burada 30-cu suala baxacağıq. Sürtünmə qüvvəsi, elastiklik qüvvəsi, açıq tipli sual, 30-cu sual. Görürsünüz ki, uşaqlar nə deyir? Yuxarı doğru yeniləşən hərəkət edən bir lift var. İçində 5 kiloqramlıq bir cisim var. Lift yuxarı yeniləşən hərəkətində 60 Newton çəkisi var. Bu lift deyir, eyni təcillə, yəni 60 Newton yuxarı qalxanda nə təcil olubsa, ondan aşağı gələndə, yenə aşağı həmin təcillə yeniləşən hərəkət edəndə çəki nəyə bərabərdir? Buna baxmamız lazımdır. Uşaqlar, burada birinci mən bu çəkidə lift şeyini sizə anlatım. Bir biraz qarşıdır, bunu anlatım sizə. Düşünün uşaqlar, bir lift var. İçində bir adam var deyək. Uşaqlar, lift yuxarı, baxın, lift yuxarı yeyinləşən, yavaşlayan. Bunu unutmamaq lazımdır uşaqlar. Lift yuxarı yeyinləşən hərəkət edirsə, çəki düsturumuz P bərabərdir mg plus A-dır. Şaqulu yuxarı yeyinləşən hərəkət edirsə, bunu unutmayın, çəki artır. Şaqulu yuxarı yavaşan hərəkət edirsə, uşaqlar, çəkimiz azalır. Okay? Amma uşaqlar, şaqulu aşağı yeyinləşən, yavaşlayan. Okay, uşaqlar, lift aşağı, şaqulu aşağı yeyinləşən hərəkət edirsə, şaqulu aşağı yeyinləşən hərəkətə çəkimiz azalır. P bərabərdir mg minus A. Şaqulu aşağı yavaşlayan hərəkət edirsə, uşaqlar, çəkimiz artır. Bunu hardan bilə bilərsiniz? Liftə ilk mindiyiniz anda, məsələn, liftdən mindiniz, məsələn, vurdunuz 10-cu mərtəbənin. Nə hiss edirsiniz uşaqlar? Birdən-birə lift yuxarı nə edir? Yeyinləşən hərəkət etməyə başladığı zaman sanki aşağıdan belə şey olur da, belə ayağınıza nəsə bir şey təsir etmiş, belə qanınız belə şey olur. Niyə uşaqlar? Çəkimiz o zaman artır. Yəni, lifti birdən yuxarıda artdığı zaman, içində şey olduğu zaman çəki artır. Daha çox qüvvət şey edir. Bir də uşaqlar, yuxarıdan aşağı inəndə, məsələn, birdən-birə biz 15-dən 1-ə düşürük. Düşünün, lift yeyinləşən hərəkət edir aşağı, amma birdən-birə biz deyirik ki, 1-də saxlamalısan. Neynir? Onda çəkimiz yenə artır. Yavaşın hərəkət etdiyi zaman, sanki tormozladığı zaman çəkimiz yenə artmış olur. Okay? Yuxarı yeniləşəndə çəkimiz artır, aşağı yavaşlayanda çəkimiz artır. Yuxarı yavaşlayanda çəkimiz azalır, aşağı yavaşlayanda, yeniləşəndə çəkimiz azalır. Okay? Anlaşıldı bu. Keçdi indi sualımıza uşaqlar. Bunu pozaq. Bunu yazdığımı qeyd eləsəydiniz yaxşı olardı, çünki çaşdırıcıdır biraz. Yuxarı uşaqlar yeniləşən hərəkət edir. Onda yeniləşən hərəkətdə biz bilirik P bərabərdir mg plus A-dır düsturumuz. Yerinə qoyub uşaqlar biz buradan A-mızı tapaq. 60 bərabərdir M-miz 5-dir. 10 üstə gələk A oldu, elə deyilmi? Onda yazdım uşaqlar 60 bərabərdir 50 üstə gələk 5A-ya. Buradan da 5A bərabərdir 10, A da bərabərdir 2 metr böl saniyə kvadrat. Biz A-mızı tapdıq uşaqlar. İndi uşaqlar deyir aşağı yeniləşən hərəkətində nə idi uşaqlar? P bərabərdir mg minus A idi. Buradan bərabər qoydum. M-miz 5-dir, J-miz 10-dur, 10 çıx 2. O da bərabərdir 5 var 8, o da bərabər oldu nə oldu uşaqlar? 40 Newtona. Okay. Amma normal çəkimiz nə idi uşaqlar? Normal çəkimiz nədir? Normal çəkimiz mg-dir, yəni sükunətli olan, heç tərpənməyən, o da nədir? 50 Newtondur. Baxın uşaqlar, normal 50-dir. Amma yuxarı yeniləşəndə 60 olub, aşağı yeniləşəndə 40 olmuş olur. İnşallah burada anlaşılmış oldu.